Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyekel fərəc. Məkasib kitabından 313-cü dərsi oxuyuruq. Məsələmiz də nücum elmindədir. Və keçən dərsimizdə bunu oxuduq ki, münəccimlər səhv eləyirlər və bunların verdiyi hökmlərdə xəta çox olur. Kəlamlarında ixtilaf olur. Nəyə görə? Çünki bunlar düz təyin eləyə bilmirlər. Və qeyd elədik ki, münəccimlərin söylədiyi hökmlər ya əshab-ı vəhyidən götürürlər, yəni əyimmənin sözündən götürürlər. Bəziləri təcrübə əsasında hökm eləyirlər. Bəziləri göy cisimlərinin üzərində onları öyrənməklə, onların bilməklə hökm eləyirlər və lakin buna da tam əhatə eləyə bilmirlər və nəticədə xəta eləyirlər. İmam Sadiq əleyhissalam da buyurdu, Kəsiruhu la yudrək və qəliluhu la yuntəc. Çoxunu dərk eləmirlər, azı da nəticə vermir. Amma buyurdu, hər kim düz qayda ilə hökm eləyirsə münəccimlərdən, onda kəlamı səhih olur. Və lakin mərhum Şeyx Murtəza Ənsari buyurur, Haza əmrun əzizun minhal. Və lakin bu usul-i səhihə ilə hökm eləmək nadirdir, çox nadirdir. Yəni, buna münəccimlərin içində çox az insan nail ola bilir. Və lakin haza, yəni usul-i səhihə ilə hökm eləmək. Əmrun əzizun minhal. Əzizun minhal, yəni çox nadirdir. La yazfuru bihi illəl qəlil. Buna yalnız az miqdarda insan nail ola bilir, zəfər çala bilir. Vallahul hadi ila sava'is səbil. Allah özü düzgün yola hidayət eləyəndir insanlara. İntaha, yəni mərhum Şeyx Murtəza Ənsari Şeyx Bəhainin sözünü nəql eləyirdi və buyurdu, intaha. Bu, Şeyx Bəhainin sözünün sonudur. Və Şeyx Murtəza Ənsari buyurur və ma əfadahu rəhiməhullah. Şeyx Bəhai ki, bu sözləri dedi, o ki, Şeyx Bəhai ifadə elədi, əvvələn minəl etiraf və ədəmi butlani kovnul hərəkatıl fələkiyyə əmaratun və əlamatun. Buyurur, Şeyx Bəhai birinci etiraf elədi. Dedi ki, hərəkat-ı fələkiyyə, yəni göy cisimlərinin
hərəkəti batil deyil. Onlar nişanə ola bilirlər, əlamət ola bilirlər. Və axirən, bu əvvəl dedi və axirən və axırda da Şeyx Bahai bunu dedi ki, min ədəmin nəfi fi elmin nucum illa mə'al ihatəti tammə. Yəni sözünün əvvəlində budur ki, göy cisimlərinin hərəkəti əmarə və əlamət olmaqdan batil deyil. Yəni əlamət və nişanədirlər. Və sözünün axırında da buyurdu ki, bu nücum elminin faydası yoxdur. Və axirən min ədəmin nəfyi fi elmin nücum. Bu nücum elminin faydası yoxdur. İlla mə'al ihatəti tammə. Yalnız o zaman faydası var ki, münəccimin göy cisimlərinə tam şəkildə əhatəsi olsun. Yəni, o miqdarı ki, münəccimlər bilirlər göy cisimləri haqqında, o bilməyin faydası yoxdur. Yəni, düz fətva verə bilmirlər, düz hökm çıxarda bilmirlər. O ki, faydası var, gərək bunların o qədər elmləri olsun, bütün göy cisimlərinə əhatələri olsun. Əgər tam şəkildə əhatələri varsa, onda o elm onlara fayda verər. Əgər tam şəkildə əhatələri yoxdursa, o bildikləri elmin faydası yoxdur. Huvəl-ləzi sərrəhə bihil İmamus Sadiq əleyhissalam fi rivayəti Hişam əl-Atiyyə. Buyurur, həmən ihatətü tamma ki, İmam Sadiq əleyhissalam Hişamın gələcəkdə deyilən Hişamın rivayətində aşikar buyurubdur. Yəni, gələn dərslərimizdə bir dənə rivayət oxuyaraq Hişamdan, orada İmam Sadiq əleyhissalam aşikar şəkildə buyurur, o münəccimin elmi fayda verər ki, onun tam əhatəsi olsun göy cisimlərinə. Əgər tam əhatəsi varsa, həmən münəccimin hökmünün faydası var. Əgər tam əhatəsi yoxsa, faydası yoxdur. Şeyx Bahai da belə dedi, sözünün əvvəlində etiraf elədi, göy cisimləri yerdəki olan hadisələrə nişanə və əlamətdir. Və lakin münəccimlərin bildiyi o qədər elm var, onun faydası yoxdur. Çünki münəccimin gərək tam şəkildə əhatəsi olsun ki, göy cisimlərinə fayda versin. Və İmam Sadiq da onu buyurur. Huvəl-ləzi sərrəhə bihil İmamus Sadiq əleyhissalam fi rivayəti Hişam əl-Atiyyə. Hişamın rivayətində ki, gələcəkdir. O gələcək rivayət nədir? Beqovlihi. Həzrət belə buyurdu. İnnə əsləl hesab haqqun. Həzrət buyurdu ki, əsl hesab, yəni nücum elmi ilə, astronomiya elmi ilə o ki hesablar var, onlar haqdır. Yəni batil deyil. Və lakin la ya'lamu zalik. Və lakin o hesabı bilmirlər münəccimlər. İlla mən, yalnız o münəccim bilir ki, əlimə məvalidəl xəlq.
o münəccim məxluqatın sayını bilsin. Məxluqat ki, hansılar doğulubdur, dünyaya gəlibdir, onların hesabını bilsin. Əgər onların hesabını bir münəccim bilsə, onun hesabladığı hesablar düzdür və haqdır. Və mərhum şeyx də bunu demək istəyir ki, hansı münəccimdir ki, dünyada xəlq olanların sayını bilsin? Bilmir. O ki, bilir, bir qədər bilir. O bir qədəri də fayda vermir. O ki, fayda verər, gələ bunların hamısını bilə. Hamısını bilən yoxdur, faydası da yoxdur. Bəs Həzrətin də bu sözündə bu həqiqət var ki, əgər münəccim məvalidi xəlqi bilsə, bunun verdiyi hökm düzdür. Və lakin bunu bilən münəccim yoxdur. Çünki yoxdur, verdiyi hökmdə əksəri vaxt xətadır və səhvdir və düz deyil. Elhamdülillahi Rabbil aləmin.